Bura Şuşa həbsxanasıdır. Onun qarşısıdır, bağlıdır. Bizim yol sol tərəf burada. Biz məcbur arxa tərəfdən prov edəcəyik keçməyə. Orada divar var gözlü. O divarıdır. Bu həbsxananın divarıdır, baxın. Qala divar, həbsxananın divarı. O tikanlı yollarla keçirik ki, bunu çəkək sizə görsədək. Elman müəllimlə bir yerdə. Bax, burada bizim əsirləri saxlayıblar. Keçən səfər aşağıdan çəkmişdim. İndi yuxarıdan çəkirəm. Çəkirəm. Hamısını çəkirəm. Buradan kaçmak mümkün değildi. Sağ olsun. İçeride bile Buyurun, danış Elman müəllim. Demək, darbaza bağlı idi. Biz Elman müəllimlə məcbur. Bu çətin qırılmış yerlə o bir tərəfdən keçəcəyik. Harada keçer? Baba, ha belə. Nətərsi yol tapıb Elman müəllimlə keçmək istəyirik. Həbsxana. Kanunu pozuluq ama neyini? Məcbur. Sizə bunu göstərmək üçün məcbur. Bu işləri əl atırıq. Oy be. Gel bir değil. Altından keçin yavaş. Elman müəllim altından keçin. Demək bu türmənin ərazisidir. Cemaati burada gezdiririm işte. Bax, bura türmənin içidir. Bəli, Elman müəllim, bir balaca məlumat verə bilərsiniz. Biraz. Bu böyle dağıdır başlıyor. Bura türmənin ərazisidir. Burada da uşaqlar üçün kaçerliklər də qoyublar. Yəqin ailəvi də saxlayıblar burada. Bəli. Bəli. Bir də əsas giriş yeri buradandır. Şuşa həbsxanasına. Biz isə məcbur buradan keçdik. Olmaz əslində, amma məcbur idik. Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar, dostlar. Bura məşhur Şuşa türməsidir. Deməli, bu türmənin tarixi belədir. Bu türmə işğalçı Çar Rusiyası dövründə 1848-ci ildə Xurşud Balu Natəvan tərəfindən tikilibdir. Türmənin arxa tərəfi sıldırım qayadır, qayanın üstə qurulubdur. Türmənin bax gördüyünüz o küşlərdə bürclər var. Türmənin əsas tikilmə məqsədi bundan ibarət olub ki, Çar Rusiyası dövründə Qarabağ xanlığının vətəndaşları, soydaşları Rusiyada həbsxanada yatardılar. Başqa iqlimə öyrəşməmişdilər. Dəfələrlə yazışma olurdu ki, bizim Qarabağdan olan Rusiyada həbsxanada yatan insanları Qarabağa köçürsünlər. Amma bu Qarabağda türmə yox idi. Xurşud Balu Natəvan 1848-ci ildə bu həbsxananı, bu türməni
inşa eləməyin əsas məqsədi bundan ibarət olub ki, bizim soydaşlarımız uzaq Rusiya ellərində həbsxanada yatmasınlar. Bura Sovet vaxtı oldu qapalı həbsxana. Ona deyilir Rusçada da Krita. Burada günahlı, günahsız Sovet vaxtı çox insanlar yatıbdı. 37-ci ildə burada dəyərli ziyalılarımız burada yatıb. Burada da elə gül verəniblər. O cümlədən mənim böyük qardaşım bir gün də sağdır. Rəşid Bəhmən bu həbsxanada yatıbdı. Mən də 9-10 yaşım vardı. Bax bu türmənin önünə anamla gələrdik. Bax bu türmənin önünə. Burada görüş verərdilər. Belə setka olardılar. Setkada bir deşik vardı. O deşikdən görərdik bir-birimizi. Belə bana setka. Amma belə qucaqlaşmaq, öpüşmək, marça-murç yoxudur. Gedək indi içəri. Bax buradan gedirik, indi kameralara gedirik. Burada həm də bizim o iki Kəlbəcərli Əskərov, o birisi də yadan çıxıb, hər halda günahsız iki Kəlbəcərli soydaşımız da burada zülüm çəkiblər. Biraz indi fikrim qarışıqdır valla. Adlarını unuttum. Əskərov birisinin familiyası, o birisinin familiyasını unuttum. Hər halda fərq eləmir. Bizim soydaşlar Allah'a şükür bu artıq azaddılar. Bir də 8 noyabr 1920-ci il mübariz, qalib Azərbaycan əskəri ölkə rəhbərinin rəhbərliyi ilə Şuşanı işğaldan azad edildilər, o cümlədən bu həbsxananı. Artıq bu həbsxanada heç bir həbsxana olmayacaqdı. Çox güman ki, bura bir muzey olacaqdı. Bir növü bir xatirə muzeyi. Xatırladım ki, Şuşa şəhəri bir gün azaddır. Amma sizə bildirim ki, Şuşa sevinç və kədər şəhəridir. Burada həm sevinirik, həm hər addım başı kədərlənirik. Ona görə Şuşada gələndə gəzməyə turist kimi yox, gələnlər vicdanlı insanlardır. Hamısı ziyarətə gəlirlər. Bura Türk dünyasının Məkkəsidir, Mədinəsidir. Biz yalnız bura həmişə ziyarətə gəlməliyik. Fərq eləmir. Hər daşı, hər qayası bizə əzizdir. Şuşanın hər qayasında, hər daşında şəhid qanı var. Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə Allah can sağlığı versin. Amin. Yaşasın Azərbaycan əskəri, yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır. Azərbaycandır.